Uzun müddətdir ki, öz YouTube kanalımda heç bir video paylaşmıram və Gəl Danış deyə bir layihə, podkast layihəsi yaratmışdım 2 il öncə. Açığı 2 dənə video paylaşdım və elə oldu ki, elə bu YouTube kanalımın açığı o deyir başını buraxdığım ərəfələrə düşdü və çoxdandır heç bir kommentariyaları falan oxumurdum. Elə dünən rastgele o 2 podkast videosunun kommentlərini oxudum. Orada elə şeylər yazmışdılar ki, həqiqətən məndə qəribə bir necə deyim, atmosfer yaratdı və mən qərara gəldim ki, mən bu layihəni ən azından çalışmalıyam, davam edeyim. Çünki insanlara kömək eləmək hissinin özü belə çox böyük bir adamda yəni ehtiyacdır. Bu gün Amerikada istər-istəməz Azərbaycandakı kimi yəni əhatə və yaxud da o doğmalıq hissini tapa bilmirsən deyə mənim kimi adamların bəlkə də özünü rahat və komfortlu hiss etdiyi yerdir. Sosial media, sosial platformalar ki, bu əlaqəni qura bilsin. Ona görə də bu layihəni çalışacağam ki, necə də olsa davam edeyim beləcə. Və bu layihəyə tək yox, artıq həyat yoldaşımı da əlavə eləmək istəyirəm. O sadəcə mənimlə danışacaq, mənə suallarını verəcək. Sizin elə bir yerinizdəki bir insan kimi. O zaman düşünürəm ki, mövzular daha da maraqlı ola bilər, podkast mövzumuz. Və bugünkü mövzunu mən belə bir mövzu seçdim. Bugünkü Azərbaycan gənclərinin hal-hazırda çoxunun mənə verdiyi sualdan irəli gələrək və reallığı da az-çox özüm analiz edib görərək. Yəni, çox adam mənə yazır ki, sən bizə kömək edə bilərsənmi, biz iş tapaq? Sən bizə, məsələn, Amerikaya gəlsək, iş düzvoş edə bilərsənmi? Və yaxud da mən hal-hazırda istədiyim yerdə deyiləm, xoşbəxt deyiləm, işlə bağlı, mən istədiyim işə necə keçim? Yəni, çox adam təəssüf ki, özünü işlə bağlı, həyatda edəcəyi şeylərlə bağlı tapa bilmir. Ona görə qərara gəldim ki, bu mövzuya toxunaq bugün və bugün sənin suallarını gözləyirəm ki, sən özün də bu prosesləri az-çox bildiyin üçün elə bir izləyicilərin gözündə mənə suallar verəsən. Və mən də çalışan bu suallara cavab verərək həm sənin, həm də məni izləyən, bu layihəni izləyən insanların hardasa yəni köməklik göstərə bilərəm onlara və onlar da özlərini bax bu məsələ ilə bağlı tapa bilsinlər. İlk öncə salamlayıram hər kəsi və mənim də maraqlı suallarım var və bir-bir rəsula verəcəm bu sualları və o da sizlər üçün cavablayacaq. İlk sualım odur ki, səncə insan niyə aid olmadığı sahəyə gedir? Pul, qorxu, yoxsa təsdiqə ehtiyacıdır buna edən? Düşünürəm ki, bunun üçü də səbəb ola bilər. Çünki təəssüf ki, elə bir dünyada yaşayırıq ki, yəni kapitalizm bizləri məcbur edir ki, yəni sağ qalmaq üçün biz çalışaq, böyük pullar qazanaq və bəzən yox deyərdim, çox vaxtda insanın birinci elə baxdığı kateqoriya nəsə bir özünə sahə haqqında pulla bağlı olur. Mən çox yəni gənclərlə, hələ Azərbaycanda olanda da kontaktda olanda görürdüm ki, onlar əsasən gəlirli sahələri seçməyə çalışırlar. Soruşanda ki, əsasən məsələn niyə IT-şnik olmaq istəyirsən? Onların məqsədi sadəcə kod yazıb hansısa bir dünyaya yenilik gətirmək yox, hansısa bir sistemi qurmaq yox, əsasən pul qazanmaq eşqi idi. Yəni mən onları qınamıram təbii ki, bu çox təbii, normal bir hissdir. Lakin bu artıq cəmiyyətdə çoxluq təşkil edən də bu cür düşünən insanlar. Təəssüf ki, o cəmiyyətin o qismində də bir momentdən sonra artıq necə də olmasa narazılıq hissi yaradır. İnsanlar başlayır işlərindən soyumağa. Sonra seçməsə qorxunu vurğuladım da. Qorxu da bu bizim cəmiyyətdə əsasən çox önəmli bir yer daşıyır. İnsanların hansısa bir sahəyə yönəlməsinə. Çünki valideynlər bizi qorxudur. Deyir ki, uşaqlıqdan elə bizə deyirlər ki, sən böyüyəndə filan adamın, məsələn, həkim olmalısan. Uşaq, məsələn, həkim olmaq istəmir, marağı deyər ki, musiqiyyədir, amma məcbur edilir ki, sən mütləq get, oxu, həkim ol, ondan sonra istədiyin o musiqi ilə məşğul olarsan. Qızıl biləzik kimi düşünürəm. Altın biləzik söhbətidir. Çünki elə valideynlərimiz bizləri straxovka eləmək üçün bu düşüncədə yanaşırlar, amma bizi uşaqlıqdan həqiqətən də mənəvi olaraq qorxutduqları üçün biz onda da məcbur oluruq qorxumuzun o bizə verdiyi təsirlə o sahələrə yönələk. Ona görə də düşünürəm ki, hər bir faktor burada necəsə təsir edir və hər insan öz faktorunu tapmalıdır ki, ona nə təsir edibdir. Yəni bu sahəyə getməkdə, əgər xoşbəxt deyilsə və o faktoru necəsə dəyişdirməyə çalışmalıdır. Yoxsa ömrünün sonuna qədər kimisə
İngiliscə bir söz var, impress. Yəni kiməsə təsir göstərmək üçün və yaxud da kiməsə özünü sübut etmək üçün bir sahədə olmaq istər-istəməz bir yaşdan sonra, bir andan sonra səni həyatına qarşı, özünə qarşı nifrət elətdirəcəkdir və sən getdikcə, yəni o şeydən zəhlən getməyə başlayacaq və onu dəyişmək üçün də gərək nəsə bir şey edib çabalayasan. Yəni buradan da belə bir sual doğur ki, yəni səncə insanlar həqiqətən özlərini tanıyırlarmı? Yəni buna görə mi öz peşələrini seçirlər? Əslində çox qəşəng bir yerə toxundu. İnsanlar özlərini tanıyırlar və mən sənə cavab sual vermək istəyirəm. Özünü tanımaq necə olur? Özünü tanımaq deyərdim ki, öz hobbilərini bilmək, öz istəklərini müəyyənləşdirmək, öz yeteneyi bilmək ki, sən hara yönələcəksən. Bu yaşda sən bunu deyə bilirsən, amma gəlin bunu 18 yaşlı bir gəncin gözü ilə baxaq. Hansısa ki, hələ ən azından hardasa yüngül hobbiləri yaranır, həyat təcrübəsi çox zəifdir. Əsasən həyatı başqalarının yaşadıklarıyla və gördükləri ilə dəyərləndirir. Onun üçün bax bu psixologiyada olmaq çox çətindir. Ona görə də özünü tanımaq məncə birdən-birə baş vermir. Ümumiyyətlə mənim üçün bu həyat, yəni mənim Rəsulun düşüncəsi belədir. Mən 29 yaşım var və mən həyatı laboratoriya kimi görürəm. Çox adam elə bilir ki, 18 yaşında ideal, düzgün qərarı verməyi bacarmalıdır, amma bu çox sərt düşüncədir. İnsan laboratoriyadakı kimi müəyyən bir yaşa qədər hər şeyi yoxlamalıdır, testlər aparmalıdır. Nə qədər sən laboratoriyada testlər aparırsansa, nəyisə tanıyırsansa, özünü yəni nəzərdə tuturam. Sənin üçün sonda qərar vermək daha rahat olur. Mən bu günə kimi çox müxtəlif sahələrdə olmuşam. Məsələn, həyat yoldaşım kimi bilirsən, yəni mən elə sahələrdə özümü yoxlamışam ki, hansı ki bir-biri ilə həddindən artıq əlaqəsizdir, həddindən artıq. Yəni aralarında yəni kosmos var deyərdim. Amma o şeyləri laboratoriya effekti kimi yoxladığım üçün və özümü o şeylərdə gördüyüm mənfilərimlə, müsbətlərimlə dəyərləndirdiyim üçün mənim üçün bu gün özümü tapmaq daha rahat oldu, daha yəni necə deyim, düzgün oldu. Amma 18 yaşındakı Rəsuldan soruşsaydın, çox fərqli bir düşüncədə idi. Hələ 6 yaşlı Rəsuldan soruşsaydın, Rəsul 6 yaşında hər gün fikir dəyişirdi. Bir gün polis olurdun, bir gün kosmonavt olurdun, bir gün biznesmen olurdum, o birisi gün heyvanlara saxlayırdım. Yəni hər şey mənim üçün o yaşlarda daha sürətli dəyişərkən, amma bu laboratoriya dediyim etapa gələndən sonra, həyatımda yoxlayandan sonra başa düşdüm ki, yəni bir şeyə fokuslanmaq önəmlidir. Amma ki, bu o demək deyil də ki, mən ömrümün axırına kimi o sahəni edəcəm. Mənim məsələn, hal-hazırda məqsəd kimi qarşıma növbəti 10 illiklərdə qoyduğum başqa sahələr də var. Bunu bugün açıqlamaq istəmirəm, amma mən onlarda da özümü görürəm. Laboratoriya effekti kimi orada da özümü yoxlamaq istəyirəm, test etmək istəyirəm ki, görəm mən o şeylərə yəni necə çatacağam axırda, necə mənim üçün olacaq. Çünki həyat onsuz da yəni nə etməyinizdən asılı olmayaraq sizi tam-tamına qane etməyəcək. Heç vaxt heç bir insan bu dünyada deməyəcək ki, mən qane oldum nədənsə. İş olsun, özü olsun, həyatı olsun, amma ən azından o səviyyəyə çatmaq üçün vuruşmaq lazımdır. O səviyyəyə çatmaq üçün çabalamaq lazımdır. Və çabaladıqca məncə adam xoşbəxt olur. O Uranın bir klipi var, musiqisi, yəni rapi deyir ki, bir şey üçün mübarizə həmin şeyə çatmaqdan daha vacibdir bizə. Yəni mübarizə bizi xoşbəxt edir. Bizi xoşbəxt edən o şeyə gedib axırda çatıb ona nail olmaq deyil, o yoldur, o prosesdir. Yəni bu məndə belədir. Bəlkə başqalarında indi deyə bilmərəm, başqa cür ola bilər. Amma məndə şəxsən bu belə, yəni assosiasiya olunur. Öz istəklərinin əlavə pul qazandırması da önəmlidir indiki zamanda. Yəni sən düşünürmüsən ki, pul qazandırırsa, deməli bu düzdür mənim üçün. Yəni bu düşüncə nə qədər düzdür və ya nə qədər təhlükəlidir? Bilirsən, pul qazandırmağı dediyim kimi kapitalizm dünyasında önəmlidir. Məsələn, elə sahələr var ki, 50 il qabaq pul qazandırmırdı, amma cəmiyyətdə rolu yüksək idi. Elə sahələr indi var ki, yaxşı pullar qazandırır, amma insanlar onu sevərək etmir. Yəni burada insanın öz seçimi məncə rol oynayır. Təbii ki, pul qazanmaqla bağlı əgər insan ancaq düşünürsə, bu onun seçimli, şuurlu seçimidirsə, o insan istər-istəməz orada hardasa bir özünə məna tapır, çünki pul qazanır. Amma bir insan o sahəyə zorla gedibdirsə, kiminsə gücü ilə, kiminsə qorxusu ilə, kiminsə onu itələməyi ilə, yəni pul da ona motivasiya vermirsə, bu adam üçün o təhlükəlidir. Düşünün, bütün dünya ən gəlirli sahəyə gedir.
həkim olmaq istəyən yoxdur, məsələn deyək, vəkil olmaq istəyən yoxdur, polis olmaq istəyən yoxdur, hamı aytişnik olmaq istəyir. Onda dünyada bu sahələr öldükcə insanlar əziyyət çəkəcək bundan. Yəni pulu prioritet etmək də düzgün bir şey deyil. Amma yenə deyirəm, insandan insana dəyişən bir şeydir. Mən elə adamlar tanıyıram ki, onlar hansısa bir sahədə maraqları olubdur və o sahədə çox adam deyəndə ki, burada olsa pul yoxdur, mənası yoxdur bura başlamağın. Onlar ən aşağılardan, ən minimal pullardan başlayıblar. O deyir, etap-etap ekspertizalarını artırıb, o balaca lokal sahədə olublar ekspert. Və onlara sabah o balaca lokal sahə olsa belə, kiminsə ehtiyacı olanda, bu adamlar çox minimal sayda olduqları üçün, bəlkə də hansısa o yüksək səviyyədə olan o həkimdən, nə bilim, IT-şikdən daha çox pul qazana bilirlər. Ona görə ki, onlar çünki o sahədə tək-tük adamlardan olurlar. Yəni, burada sahəni sevmək, məncə hər bir halda olsa səni pula gətirib çıxardacaq. Əsas odur, elədiyin işi sev və elədiyin işdən zövq alaraq inkişaf edir. Çünki pul bu momentdə hər bir halda gəlir. Amma pulun dalıyca gedəndə sən ancaq orada sənin axırda pulu əlində axıra qədər saxlaya biləcəyin, həyatından zövq ala biləcəyin və s. kimi faktorlar artıq nisbidir. Ola da bilər, olmaya da bilər. Yəni yaşadığımız cəmiyyəti də nəzərə alaraq sən belə düşünürsən ki, cəmiyyət bizə seçim verir, yoxsa bizi istiqamətləndirir bir sahəyə? Məncə cəmiyyət bizə seçim verir düşüncəsi səhv deyil. İnsan öz seçimlərini öz düşüncəsinə görə etməlidir. Yəni dediyim kimi elə sahələr var ki, bu dəqiqə 50-60 ildə bax, onlar populyar idi, amma bu gün ölürlər o sahələr. Elə sahələr də var ki, bu gün hansı ki populyardır. Onlar da bəlkə növbəti 50 il sonra öləcəklər. Məsələn, bu gün biz deyək ki, süni intellektin inkişaf etdiyi bir dövrə düşmüşük, robotların olduğu dövrə düşmüşük. Yəni elə bir dövrdür ki, artıq indi bu gün biz məktəbdə məsələn müəllimlər bizə dərs deyəndə biz onlara qulaq asırıq və müəllim üçün bir maaş verilir. Amma indi sabah hansısa robota süni intellekti yüklüyüb dərs proqramını versən, eyni dərsi robot sənin üçün deyəcəkdir. İndi müəllimlər lazım olacaqmı? Yox. Əvvəllər vertolyotun üstündə reportyorlar var idi. Hansı ki, kamera və vertolyotun pilotu qalxırdılar göyə, göydən məsələn kimisə çəkirdilər, kimisə villasını, kimisə avtomobildən məsələn qaçırdısa, onu çəkirdilər xəbərlərə vermək üçün. Amma bu gün dronlar var. Dron qalxır, özü uçur, heç bir vertolyot pilotu lazım deyil, heç bir operator lazım deyil, kameranın hər şeyi çəkir. Yəni zəmanə dəyişəcəkdir. Cəmiyyət bizi deyə bilər ki, get filan şey elə. Bəlkə cəmiyyət elə səhv düşüncədədir. Məsələn, mənim bugün gördüyüm vision, yəni baxış bucağı, bəlkə mənim valideynimin və yaxud da mənim qohum əqrabamın, dostumun, tanışımın baxış bucağı ilə eyni deyil. Onların mənə yeritdiyi psixologiya və cəmiyyət adı altında mənə yeridilən şeylər təəssüf ki, mənim həyatımı məhv edə bilər. Ona görə də mən həmişə seçimi özüm eləməyə məsləhət görürəm hər kəsə. Özü eləməlidir hər kəs öz seçimini. Və ikinci hissəsi də sualımın necə idi? İstiqamətləndirir bizi yoxsa cəmiyyət? Bizə seçim verir yoxsa istiqamətləndirir? Mən deyərdim ki, ikisini də edir hardasa. Amma hər bir halda istiqaməti də, seçimi də məncə insan özü eləməlidir özü üçün. Mən səni tanıyan biri olaraq bilirəm ki, sən yaxşı bir gözləmçisən. Səncə bir insan yanlış sahədə olduğunu necə anlamaq olar? Mən məsələn öz təcrübəmdən deyim də, mən bir dəfə çox iyi, maaşı yaxşı bir işdə işləyərkən, hansı ki bu məndə cəmi 2 ay çəkdi, mən orada yəni olan mühiti elə götürəndə, stres mühitini, müdiriyyətin mənə verdiyi o tez bazar bunu eləyin, tez bazar bunu həll eləyin, verdiyi o iş yükünü, plus əməkdaşların özlərini aparma tərzini və s. kimi şeylərini gördükcə, məndə hər gün elə bir o pləkanı qalxan kimi beləcə başladı özümü komfortda hiss eləməmə etapı həyatıma girməyə. Mən hər gün artıq işə gedəndə yəni bir əziyyətli, çətin bir yerə getdiyimi hiss edirdim. Amma maaşı yaxşı idi. Azərbaycan üçün yəni 1000 manat maaş o illərdə çox yüksək maaş idi. Yəni oradakı işləyənlər də həmin o 1000 manatın məcbur, yəni belə deyək də, əsiri olmuşlar. Onlar da xoşbəxt deyil idilər. Amma o pula görə o şeyə dözürdülər. Mən bir ay dözdüm və özümə söz vermişdim ki, yəni mən bacaracam da, dözəcəm bu axıra qədər bu belə deyək təzyiqə və o ərəfədə mən bu rejimə həyatıma tətbiq edəcəm. Amma ikinci ay sonunda başa düşdüm ki, yox, mən bu təzyiqin altında
Nəinki yaxşı işləyə bilmirəm və fayda verə bilmirəm həmin işlədiyim yerə. Əksinə, mənim həyatıma bu təsir edir. Mən evə gələndə əsəbi oluram, mən evə gələndə yəni özümdən asılı olmadan aqressivləşirəm, öz proyektlərimə, öz düşüncələrimə fokusumu verə bilmirəm. Yəni çox adam o elə ərəfələrdə qorxur ki, ayda mən bu işdən çıxsam beləcə bir şansı itirəcəm. Birinci qorxusu bu olur. İkinci qorxusu da bu olur ki, mən yenidən necə iş tapacam. Amma bu çox belə qəribə dilemmadır. Çox adam burada bilirəm ki, özünü tam ideal kontrol edə bilmir. Amma mən həmişə belə situasiyalarda xoşlamadığım yerdə olmaqdansa, xoşladığım yerdə sıfırla olmağı seçirəm. Çox adam bunu bəlkə də çox sadə bir şey olduq, sadə bir şey kimi düşünə bilər. Yəni proses olur. Çox çətin olur. İlk aylar hamının sənə qarşı o evdəkilərin elə elementar sənə qarşı o baxışları ki, nə var idi, dözərdin də. Kim-kimə gətirib bu zamanədə məsələn pul verir, kim-kimə iş verir. Belə düşünən adamların fonunda üstəgəl o işsiz qalmışam, mən indi yeni işi necə tapacam, o stresin fonunda adam boğulur. Amma ki, özünü kontrol edə bilən insan o momentlərdə əksinə elə bir ideyalarla, elə bir planlarla gələ bilər ki, onun həyatını kökündən dəyişə bilər. Yəni mənim həyatımda da mən özümü kontrol edə bildiyim üçün elə ərəfələrdə mən bu günə kimi, yəni ən azı, yəni belə götürəndə 3-4 dəfə beləcə, yəni xoşbəxt olmadığım yerdən çıxmışam. Bəzisində 2 ay olub, bəzisində 1 il olub, bəzisində 6 ay olub. Amma heç vaxt peşman olmamışam ki, niyə mən çıxdım? Çünki hər dəfə növbəti etap üçün həm məndə yaxşı bir gübrə effekti yaradıbdı həmin o situasiya. Məni elə bil içimdə öldürdüyüm o emosional qorxular mənim uğurlu bir addım atmağım üçün yaxşı bir gübrə olub motivasiyamı böyüdübdü. Yəni mən heç nəsiz qalacam deyə qorxmamışam. O heç nəsiz qalaram qorxusu mənə motivasiya veribdi ki, mən heç vaxt eləmədiyim bir şey, komfort zonamdan çıxım, vuruşum. Alınmırsa təslim olmayım, elə dabibat edeyim, axıra qədər davamı aparım. Və ona görə də yəni, o pozisiyalarda işləyən adamlar bu günə kimi məcbur olurlar o həyatı yaşamağa. Mən amma məcbur olmadığımı hiss elədiyim üçün bu gün deyə bilmərəm təbii ki, mən super multimilyoner adamam, yəni super ideal hər şeyi yaşayıram, amma ən azından xoşbəxtəm və özümü heç nəyə məcbur hiss eləmirəm. Həyatım, məsələn, Amerikada bu gün keçir və mən demək olar ki, o tanıdığım o iş yoldaşları bu neçə illər ərzində hələ də o istəmədikləri mühitin əsiridirlər pula görə. Ona görə də məncə insan belə yerlərdən sadəcə öz gücünə baxmalıdır. Mən bunu məsləhət verirəm kimi də çıxmasın ki, sabah hamı işindən çıxsın. Sadəcə situasiyanıza baxın, öz bacarıqlarınıza, gücünüzə baxın. Nəyə yəni qurban verəcəksiniz, ona hazır olun. Təəssüf ki, çox adam güclü deyil. Çox adam addım atır, sonra düşünür. Yəni hər şey adamdan adama dəyişəcəkdir. Mən bunu başdan sizə deyim. Amma mən yəni belə düşünürəm və belə addım atmışam. Çalışıram ki, təbii ki, daha məntiqli həmişə addımlar atım həyatımla bağlı. Amma bəzən məntiqsiz görünən şey həyatında, yəni addım kimi, işdən məsələn çıxmaq kimi, əslində səni daha gözəl şeyə itəlir. Sadəcə birini buraxmalısan ki, ikincini götürə biləsən. Yəni sənin bir stəkan, boş stəkanın varsa, sən ora çay töksən ağzına kimi və kimsə də gəlib təklif eləsə ki, mənim bura sənə kofe tökmək istəyirəm. Sən o stəkan çayı yerə tökməyincə yerin boşalmır ki, sənə kimsə kofe töksün. Yəni daha yaxşısına keçmək üçün daha zəifindən və xoşun gəlməklə qurtulmağa bacarmalısan. Biz bunu qorxuruq eləməyə və qorxaqlıq da əslində bizim həyatımıza necəsə təsir edir. Sən də tamamilə razıyam. Sən danışdın ki, heç aid olmadığın sahəyə girmisən, orada çalışmısan. İnsan səhv sahədə olanda enerjisi necə dəyişir? Çox pis olursan. Depressiya, qorxu, stres, xoşbəxtliyin minimuma düşməsi, elə belə o tikan üstündə oturmaq deyirlər. O tikan üstündə oturmuş kimi hiss edirsən özünü. Hər gün nə səhər oyanmaq istəyirsən işə getmək üçün, nə də gecə yatmaq istəyirsən ki, ayda sabah səhər durub işə gedəcəm. Yəni belə hisslər yaşayırsınızsa işinizlə bağlı, deməli o sahə sizin sahəniz deyil. Yəni boşuna özünüzü orada öldürməyin. Onsuz da maaşdan başqa heç nə almayacaqsınız o sahədə. Nə karyera böyüməyəcəkdir. Çünki siz orada açmaq üçün gül kimi gərək özünüzü xoşbəxt hiss edəsiniz. Nəyisə içinizdən vermək üçün o dünyaya iş, korporativ işdir, yoxsa dövlət işidir, fərqi yoxdur. Siz gərək açılmağı bacarasınız. Amma siz bütün gün özünüzü qapanırsınızsa, onsuz da sizin heç kimə bir xeyriniz olmayacaq. Birinci növbədə özünüzə xeyriniz olmayacaq.
Ona görə də boşuna yəni vaxt itirməyin o sahədə. Sevdiyiniz şeyə gedin. Az qazanın ilk başda, amma sevdiyiniz şeydə inkişaf elədikcə özünüzü, o şey olsa əvvəl-axır sizə böyük pullar qazandıracaqdır. Amma başdan elə özünüzü xoşbəxt hiss eləmədiyiniz yerdə qaldıqca, elə stabil, bax beləcə bir xətt kimi həyatınız gedəcəkdir. Belə cəmiyyətimizdə belə bir şey var da, tanışlıqla işə düzəlmək. Birinin sənin bacarığın olmadığı işə götürməsi bu sənə yaxşılıqdır və yoxsa pislik edir o həmin insan sənə? Çox təbii ki, bu pislikdir. Azərbaycanda bu çox populyardır. Tanışlıqla, rüşvətlə, bir-birlərinə zəng etməklə filan kəs mən bacı oğlunu göndərirəm sənin yanına, bu da bilənə iş ver. Yəni birinci növbədə bu ona görə ziyandır. İki tərəfli ziyandır bu. Həm iş verən adama ziyandır, həm işə ehtiyacı olan adama ziyandır. İşi verən adam kiminsə xahişi ilə, məsələn mən müdirəm. Mənim tutalım, nə bilim, divan istehsalı üzrə bir zavodum var. Və mənim zavodumda kimlər işləməlidir? Mebel ustaları işləməlidir. Amma mənə bir gün bir tanış, bir böyük, yüksək rütbəli biri yığır ki, mənim bir qohumum var, hansı ki bu adam, deyək ki, mexanikdir, motor ustasıdır. Bunu işə götür. Mən bu adamı işə götürürüm. Mənim amma işim divar istehsalıdır. Bu adam, məsələn, taxta ilə necə işləmək lazımdır, bilmir. Bu adam qupqa ilə necə işləmək lazımdır, parça ilə necə işləmək lazımdır, bilmir. Mən bu adamı işə götürürəm kiminsə xahişi ilə. Bu adam elə bil, mənim onun əvəzinə professional birini götürsəm, mənə verəcəyi xeyirdən qat-qat az xeyir verir. Birinci növbədə bu mənim öz biznesimə ziyandır. Əgər bu korporativ dünyadan söhbət gedirsə, dövlət işi belə olsa, dövlət işi belə olanda da sənin bir planın var, sənin bir, necə deyim, sənin qarşıya qoyulan bir məqsədlər və onlara da çata bilmirsən bu tip adamlarla. O işə girən adam da istər-istəməz o sahəni bilmədiyi üçün ilk başda o sahəyə başlayanda səhvlər edir çoxlu. Üstəgəl səhvlərindən əlavə komanda yoldaşları, məsələn mən təcrübəli biriyəmsə, bu təcrübəsizdirsə qarşımda, mən istər-istəməz onunla iş prosesində istər-istəməz problemlər yaşayıram. Mən deyirəm, mənə məsələn çəkici ver, o mənə verir, tutalım atverka. Mən axı bundan kontakt qura bilmirəmsə, bu vurur mənim də motivasiyamı, əsəbi öldürür, motivasiyamı yəni aşağı salır, o adamla münasibətim korlanır, o adam da böyüyə bilmədiyi üçün o işdə bayaq dediyim o situasiyaların hamısını yaşayır. Stres, özünü xoşbəxt hiss eləmir, başlayır negativ özünü hiss eləmir. Yəni bir adam tutalım mebel ustasıdırsa, kimsə onu xahiş edirsə mebel ustası kimi divan zavoduna düzəlsin, onu hardasa başa düşürəm. Çünki adamın təcrübəsi var da bu sahədə. Amma heç təcrübəsi olmayan biri, məsələn gəlir mexanik nümunəsi kimi, gəlir divan zavodunda işləmək istəyirsə, bu artıq vurur. Həm onun özünə ziyan edir, həm də işlədiyi yerə ziyan edir. Ona görə də mən bunu heç vaxt düzgün saymıram. Amerikada yaşayanlar bunu bilər. Siz hansısa bir iş yerinə intervyuya gedəndə heç kim sizdən nə diplom istəmir. Demir ki, mənə çat diplomumu göstər. Nə sizdən, necə deyim, bir tanışın zəng eləməyini istəmir. Sizdən konkret o işlə bağlı təcrübəniz olub-olmadığını istəyir. Əgər varsa da həmin o əvvəlki işlədiyiniz eyni tipli iş yerindən deyirlər mənə menecerindən ya da müdiriyyətdən bir məktub ver, referral məktubda. Yəni sən burada bu işi necə eləyibsən? Vəssalam. Lap Azərbaycandan gəl, Rusiyadan gəl, nə bilim Kitaydan gəl, təcrübəyə baxılır. Baxılmır sən hansı təhsili alıbsan, baxılmır sən kimin, yəni oğlusan, kimin qohumusan. Ona görə də Amerika istehsalatda, inkişafda, nə bilim IT sahəsində, lüboy sahədə dünyada ən birinci yerlərdədir. Çünki burada biznes qurulur, burada sistem qurulur və sistemə də, biznesə də düzgün insanlar cəlb olunur. Səhv insanlarla çox uzağa gedə bilmərsən, amma düzgün insanlarla lüboy problemi həll edə bilərsən. Yəni bu da deməkdir ki, tanışlıqla işə düzəlmək bir insanın inkişafını tamamilə öldürür. 100%. 100% müəyyəndir. Yəni növbəti sualım belədir. Əgər sən hazır deyilsənsə bir sahəyə, amma sənə kimsə şans verirsə, bu sənin üçün fürsət sayılır, yoxsa riskdir? Sən risk alırsan. Həm riskdir, həm fürsətdir. Çünki baxır o insanın bacarıqlarına. Məsələn, mənim də elə bir başlanğıclarım olub ki, həyatımda mən heç o sahəni bilməmişəm. Amma sahənin özü də daha məndən insanı əməliyyat eləməyə tələb eləməyib. Yəni elə bir şey olubdur ki, müəyyən bir qısa müddətli praktika ilə mən onu öyrənə bilərəm. O insanlar mən o şansı verəndə mən onu dəyərləndirmişəm, alınıbdır və mən tez öyrənməyə bacaran biriyəm deyə alınıbdır və mən başlamışam o işi öyrənə-öyrənə professionallaşdırmağa. Amma mənimlə hələ eyni komandada, eyni qrupda olan başqa adamlar da olurdu. Onlar ilk bir həftədən, 2 həftədən
özləri deyirdi ki, biz bunu bacarmırıq. Və yaxud da elə müdiriyyət iç başdan görürdü ki, bu adamlarda bu bacarıqlar, skillslər yoxdur, öyrənə bilmirlər. Onlar deyirdilər ki, sağ ol. Yəni bu insandan insana məncə dəyişəcək bir məqama dönür. Yəni sən düşünürsən ki, bacarıqsız olduğun sahədə işləmə insanın özgüvənini artırır, yoxsa onu məhv edir? Mən yəni ikisi də deyərdim onlar. İnsandan insana dəyişəcək çünki. Çünki insan özgüvənli biridirsə, o bir dənə bir şəkil var. Tapsam qoyacağam bunu montajda. Orada elə bil pilotdur və əlində belə bir dəftər var ki, reaktiv samolyot göydə uçanda kitabda yazılıbdır ki, əlində tutduğu kitabda necə pilot olunur. Yəni bu adam göydə hələ indi oxuyur ki, pilot olmaq necə, yəni olmalıdır. Elə adam var ki, çox özgüvənlidir. Deyir, mən bunu başlayacağam və bacaracağam. Amma elə adam da var ki, istəyir lap o ən qəşəng müəllimlər dursun başında, ən yaxşı təcrübəli adamlar onu öyrətsin. Yenə də öyrənə bilmir. Çünki bacarığı və bilikləri yoxdur. Yəni bu biraz insandan insana dəyişir yenə də. Anladım səni. İndi biraz da psixoloji tərəflərdən sənə suallar vermək istəyirəm. Səncə niyə insanlar bacarmadıqlarını etiraf etmirlər və yaxud da kömək istəməkdən qorxurlar? Yəni qəbul eləmir ki, mən bunu bacarmıram və eyni zamanda kömək istəməkdən belə utanır və çəkinir, qorxur. Çox sadə bir cavabı var, ego. Yəni insan egosu onu təəssüf ki, bax beləcə müəyyən yerlərdə idarə edir və heç nə bilmədiyini göstərmək onu qorxudur ki, mən birdən deyərəm, mən bir şey bilmirəm. İnsanlar mənə yuxarıdan aşağı baxar. Amma əsl spesialistlər, əsl yəni ekspertlər bir sahədə heç vaxt bundan qorxmurlar. Hətta mən Amerikada da iş təcrübəm olubdur. Yəni menecer, supervisor səviyyəsində olan insanlar belə biz real yəni sahədə gördüyümüz çətinlikləri, maneələri və aşdığımız o şeyləri biləndə ki, belə bir problem var, bizlərə gəlib soruşurlar ki, siz bunu necə ediniz, bizə də öyrədin ki, sabah başqa bir insan, başqa bir yəni sahədə olan bu aşağı sahədə, yəni menecer səviyyəsindən aşağı səviyyədə olan biri bu problemlə üzləşsə, biz də onu öyrədək. Yəni onlar burada egolarını göstərmirlər ki, mən menecerəm, mən hər şeyi bilirəm, sən mənə heç nə öyrədənməzsən. Burada insanın egosu rol oynayır. Özünü olduğundan fərqli göstərmək uzun müddətdə nə yaradır? Bir şeyi bacarmırsan, amma sən onu bacarmış kimi göstərirsən. Bu içdən isə səni öldürür, yoxsa yəni necə? Düşünürəm ki, olmadığın biri kimi özünü göstərmək həyatın lüboy aspektində, tək işdə yox. Bu ancaq sənin ziyanıvadır. Çünki bir şey bilmirsənsə, başdan demək ki, mən bunu bilmirəm, bu sənə daha gözəl şeylər həyatda verə bilər. Yəni insanların içində də hörmətli olarsan, ən azından insanlar hazırlıqlı olar ki buna. Bu adam bunu bilmir, biz bunu bu cür qəbul edək. Amma sən özünü hər şeyi bilmiş kimi görsədən ya da o sahəni bilmiş kimi görsədən də sənə qarşı olan münasibət də elə bir adama olan münasibət kimi olacaq. Yəni gəlib səndən kimsə o səviyyədə bir işi tələb edəndə və sən ona verə bilməyəndə, əksinə sən olacaqsan orada, yəni elə belə bir adam, onların gözündə hörmətdən düşəsən. Yəni həmişə ümumiyyətlə həyatda çalışın, kim olmağınızdan asılı olmayaraq, harda olmağınızdan asılı olmayaraq özünüzü olmadığınızdan artıq bir insan kimi göstərir. Bu inanın mənə heç kimin xoşuna gəlmir. Bəs belə bir sual verim. Aid olmadığın mühitdə olmaq insanın şəxsiyyətini dəyişir? Bu, bilirsiniz, biraz qəliz bir situasiyadır. Çünki məncə elə adam var ki, onda dəyişir, amma iradəsi çox güclü adamlar məncə dəyişmir. Məsələn, mənim özümü aid hiss eləmədiyim o qədər yerlər olubdur ki, amma mən həmin anlarda əksinə şəxsiyyətimin və xarakterimin gücləndiyini hiss eləmişəm. Amma düzdür, elə adamlar da görmüşəm ki, yəni onları sındırıbdır elə situasiyalar. Onlar o situasiyalarda əvvəl gəldikləri gündəki kimi olmuyublar. Bu biraz, necə deyim, qarışıq mövzudur məncə. Belə bir sual var ki, bu sualı həmişə sənə vermək istəyirdim. İndi elə yerinə düşdü. Pul üçün yaşamaqla yaşamaq üçün pul qazanmaq arasındakı fərq nədir səncə? Pul üçün yaşayan insan sadəcə kağız parçaları toplayır, paduşkasının altına, nə bileyim, bank hesabına. Sadəcə yəni ondan xoşbəxtlik alır ki, mənim pullarım var və bu məni isti saxlayır. Amma yaşamaq üçün pul qazanan adam ona lazım olanın qədər götürür və lazım olmayan üçün özünü öldürmür. Heyvanlar dünyasında həmişə, məsələn, videolarda da bəlkə görürsən bu National Geoparkda falan. Məsələn, aslan bir ceyranı və yaxud da bir bizonu öldürür, başlayır onu yeməyə və durur, qarnı doyandan sonra çıxıb gedir. Onun üçün davam eləmir, partlamaya düşənə qədər yesin və yaxud da tutub onun ayağından aparmır öz evinə qədər. O heyvanın bədəni orada qalır. Digər başqa heyvanlar gəlir, onun qalan tərəflərini yeyirlər.
Və heyvanlar aləmində bu aslanların və yaxud da digər vəhşi heyvanların öyrətdiyi bizə odur ki, yəni sən həyatda açsansa, qarnın doyana qədər ye. Və sən artığını istədikcə, daha çox yeyim istədikcə, ya səni bu vuracaq həyatında bir necə deyim sənə, partlamaya salacaq. O necə ki, heyvan bir şeyi çox yeyəndə partlamaya düşür. Yəni sən pulu qazanacaqsan, o pulu qazandığın üçün özünü parçalayacaqsan. Çünki çox pul qazanmaq üçün çox işləməlisən. İkincisi, həyatda xoşbəxtliyin olacaq. Zaman heç kimdə, yəni sonsuz deyil, limitlidir. Zaman ən dəyərli resursumuzdur. Zaman bitəcək. Və bir momentdən sonra sən başa düşəcəksən ki, sən sadəcə kağızlar üçün yaşadın. Amma lazım olan qədər götürüb o an üçün xoşbəxt olsan, və ondan sonra da yəni, həyat yenə də beləcə xoşbəxt, gözəl gedəcəkdir. Yavaş-yavaş podkastımızın sonuna gəlirik. Gənclərə nə məsləhət verərdin? Pulun arxasınca getsinlər, yoxsa bacarıqlarını? Bugünkü dünyada mən deyim ki, pulun dalıyca getməsinlər, bu da səhv olar. Amma sırf bacarıqsız pulun dalıyca gedəcəklərsə, yəni bacarıqları olmadığı üçün elə pul burdaca qaçın pul qazanıb düşünəcəklərsə, və lütfə, yəni ən salamatı elə bacarıqlarımız hardadsa, ora getməyə çalışır. Yəni bazar bu gün iş bazarı, dünyanın bütün bazarı hər kəsə ehtiyacı var. Amma bir şey başa düşməlisiniz. Sizin bacarıqlarınıza görə sizə pul ödəyəcəklər. Yəni çox adam deyir ki, Azərbaycanda iş yoxdur. Amma sual verəndə ki, bu adamlara sən nəyə bacarırsan, deyirsən maşın sürə bilirəm. Təbii ki, belə deyək də 1 milyon adam varsa, bu 1 milyonun 70%-i ən yaxşı halda maşın sürə bilirsə, bu 700 min insana ancaq taksi işini vermək sadəcə onlara pul qazandıracaq bir sahə vermək deyil. O insanları bir sahədən asılı etməkdir. Yəni 700 min taksi heç kimə lazım deyil heç bir dövlətdə. Və 700 min adam ancaq bir bacarıq olanda rəqabət də 700 min insan arasında olur. Amma 700 min adamdan deyək ki 50%-i iki bacarıq olsa, həm maşın sürə bilir, həm də deyək ki, məsələn, riyaziyyatı yaxşı bilir. Bu iki adam, bu iki bacarığı olan 350 min insan, onların rəqabəti 700 minə düşəcək 350 minə. Yəni bir sözlə nə qədər çox bacarığın olacaqsa, o qədər də çox şansın olacaq ki, bazarda sən qiymətli bir insan olasan. Sənə daha çox pul verməyə çalışacaq hamı, səni hamı işə götürməyə çalışacaq. Amma limitli bacarıqlarla və rəqabətdə hamının eyni şeyi bacarması ilə sən də eyni şeyi bacarırsansa, təəssüf ki, bu vuracaq sənin həyatında, səni qazancını çox az eləyəcək və səni tez dəyişdirilə biləcək bir insan edəcək və səni iç mövcud şəraitdə olanların xoşuna gəlməyəndə dəyişdirəcəklər. Çünki səni dəyişdirə biləcək yüz minlərlə insan olacaq, alternativ. Ona görə də bacarıqlara fokuslanmaq lazımdır. İşin özünə daha çox yox. Çünki bacarıq sizə iş tapdırır, pul qazandırır, iş yox. Səncə bir gənc öz sahəsini necə tapmalıdır? Yəni nə məsləhət verə bilərsən bununla bağlı? Birinci növbədə özünü analiz etməlidir ki, mən insan olaraq hansı sahələri bəyənirəm. Məsələn, özümdən götürsəm, mən uşaqlıqdan bəri biznes sahəsini həmişə bəyənmişəm. Ona görə də elə beynimə gələn həmişə işlər bizneslə əlaqəli olubdur. Şirkətlərdə belə, necə deyim, satış eləmək olsun və yaxud da şirkətlərlə pul məsələlərinin nizamlanması olsun və s. Mən özümdən yola çıxanda belə düşünürdüm və bu günə kimi də yəni 3 aşağı 5 yuxarı belə edirdim. Sonra məndə həmişə uşaqlıqdan özümü tanıtmaq, özümü insanlara sözlərimlə çatdırmaq kimi bir istək olubdu və bu gün necə ki bu videoya baxırsınız, mənim sosial mediada tanınmağıma da elə səbəb bu oldu. Yəni mən özümü bu istiqamətim var deyə göstərməyə bacardım. Hər kəs də özünə görə başlamalıdır bu şeyi axtarmağa ki, mən nəyi yəni sevirəm, nəyi bacara bilərəm, onu da çevirməlidir öz işinə. Əgər bugün sıfırdan başlasaydın, necə seçim edərdin? Seçimindən məmnunsan? Mən həyatda seçimimdən bəli məmnunam, amma bu hələ tam bitmiş seçim deyil. Mən hələ də o prosesi davam edirəm. Bu yəni məndə bir revolyusiya effekti yaradır da bir şeydən o birinə keçir, o biri şeydən üçüncüyə keçir, üçdən dördə keçir. Yəni mən bu məntiqlə öz həyatıma yanaşıram və sıfırdan başlasaydım yəqin ki bugünün reallığını, bugünün tendensiyasını və bugünün ən aktual sahələrini birinci araşdırardım və baxardım ki o sahələrdən hansı mənə daha yaxındır və mən bunu bacararam. Bacarıramsa ən azından oradan başlayardım. Bu sonuncu sualdır sənə verirəm. Sən indi tam olaraq öz yerindəsən, xoşbəxtsən. Mənim kimi adamlar təəssüf ki, heç vaxt kimsə əgər mənim kimisə və desə ki, mən %100 xoşbəxtəm, mən onun səmimiyyətinə inanmaram. Çünki mənim kimi adamlar prosesdən zövq alır. Məsələn, mən bugün sən desən ki,
hansısa bir şirkəti yaradıb sən onun CEO-su olacaqsan. Mən o prosesi edənə qədər xoşbəxt olacağam. Amma CEO olandan sonra mənə yeni bir döyüş lazım olacaq. Mən öncə keçəcəm məsələn, tutam siyasətçi olmağa. Orada gəlib ən yüksəyə çatandan sonra əgər hələ də yaşayıramsa da, yəni həyatım mənə buna imkan verirsə, o döyüş bitəcək, yeni döyüşə keçəcəm. Mən açıq deyim, özümdən danışım ki, mən həyatda döyüşdən daha çox zövq alıram. Nəinki çatacağım yerdən. Yəni mənə çatacağım zirvələr, çatacağım yəni uğurlu edəcəyim heç bir iş o qədər motivasiya vermir, nəinki mənim yəni olduğum döyüş. Yəni döyüş mənim ən sevdiyim yəni şeydir bir sözlə. Yəni belə. Bu qədər suallarım bitdi. Ümid edirəm ki, hər kəs bəyəndi bizim sual cavabımızı. Mən də ümid edirəm ki, bu podkast 2 il sonra çıxsa belə sizin marağınızda və sizin zövqünüzdə oldu. Kommentlərdə mütləq fikirlərinizi yazın. Çünki sizin fikirləriniz və sizin mənə geri dönüşümünüz mənə bu işi davam elətdirməkdə enerji verir və like qoymağı da bu videoya unutmayın ki, daha çox insanların qarşısına çıxsın. Paylaşın. Sizin məni bu neçə dəqiqəlik də bilmirəm, neçə dəqiqəlik bir podkast, təxmini 40 dəqiqəlik podkastdan aldığınız dərslər, nəticələr necə olacaq bunu siz bilirsiniz. Amma xoşunuza gəlirsə əgər, çalışın, siz də kiminsə üçün xoş bir şey edəsiniz. Yəni siz bunu paylaşmaqla, bu videoya like qoyub, komment yazmaqla, ürəyiniz nə istəyir yazın. Yəni komment sadəcə salam da yazsınız mənim üçün okeydir. Çünki bu başqa ehtiyacı olan adamlara çıxacaqdır bu video və onlar üçün böyük bir yəni fayda verə bilər və mən bu faydanı verməkdən həqiqətən zövq alıram. 2 il sonra o komment yazanlara da deyirəm ki, yaxşı ki 2 il qabaq yazıbsınız, mən düzdür gec baxsam da və bu gün çünki bu videoya baxan insanlar üçün səbəbkar oldunuz. Sizdə, bax iminli sən bu videoya nə eləsən, yəni paylaşsan, yazsan, kommentə, like atsan, növbətilər üçün səbəbkar olacaqsan. Odur ki, öz rolunu küçümsəmə və həyatda da öz yerini tapmaq döyüşündə heç vaxt dayanma.